qayda. Hansı qaydaydı? Məşq növü düsturu nədir? To be, üstəgəl participle to. Yəni be-si də olmalıdır, participle to-su da olmalıdır. Onlar ki, be-ni verər, əmizar, was-veri verər, participle to-nu verməz. Onlar ki, participle to-nu verər, əmizarı verməz. Yəni hamısı eyni qaydada olmalıdır. İkinci qaydamız nədir? Sual cümləsinin sonunda əgər sifət, bir də nə? Yerli əvəzinin müstəqil forması vardı. Mine, yours, his, hers gələrsə, məhcun növ deyil. Üçüncü qaydamız nə idi? Zeri, zira, zeyə, was, zeyə, were. Arzeyə, izzeyə, vozzeyə, vörzeyə tipli cümlələr məhcul növ deyil. Nədir? Vardır deməkdir. İndi 38-ə baxırıq. Sual cümləsinin sonunda mən sifət gördüm. Amazing. Düzdür? Üstəlik də vozzeyə olmur axı. Olur. Sadəcə olaraq sual cümləsinin sonunda sifət gəlməz. O məhcul növ deyil. Biri çıxdıq. 2-yə baxırıq. Bax, 2-də bax, white, had da var, been də var, participle to da var. Məhculdur. Götdüm 2-ni. 3-yə baxırıq. 3-də mən, görürsən, zeyə vozla başlayıb. Səhvdir, bəli, deməli, məhcul növ deyil. 4-ə baxırıq, voz da var, participle to da var. Deməli, bu nədir? Məhcul növdür. Olacaq variantımız 2-4-C variantı. Aydındır?